Futbol dünyası bir neçə gündür ondan danışır. Mircea Lucescu'dan. Dünya futbolunda ən çox titul, kubok qazanan 3 məşqçidən biri olan nurani simalı Rumundan. Lucescu'nun mütləq əksəriyyətə sevdirilən təkcə məşqçiliyi deyil, həm də xarakteri, insanlığıdır. Bu adamın demək olar bütün şuurlu ömrü futbolla bağlı olub. 81 il əvvəl Buxarestdə dünyaya göz açanda vətəni Rumıniya 2-ci Dünya müharibəsinin faciə fəlakətlərini yaşamaqdaydı. Təxminən 1 milyon Rumun 1941-45-ci illərdə Alman Sovet cəbhəsində həlak olmuş, həyatın bütün sahələri çökmüş, ölkədə misli görünməmiş aclıq başlamışdı. Rumıniya yağışdan çıxıb yağmura düşmüşdü. Alman faşistlərinin işğalını Qırmızı Sovet ordusunun işğalı əvəzləmişdi. Uşaqlığı belə bir ağır dövrə təsadüf edən Mirçanı, xarakteri, çətinlikdən qorxmamağı Buxarestin xarabalıqları içindən parlaq gələcəyə daşıdı. Görək Lucescu dünya futbolunun ən titullu məşqçilərindən biri olmağa haradan və necə başladı. 1981-ci ildə 36 yaşında Lucescu'ya Rumıniya millisinin baş məşqçi postu etibar edildi. Təyinat özünü doğrultdu. 1984-cü ildə Lucescu Rumıniyanın tarixində ilk dəfə Avropa çempionatına çıxardı. 1986-da futbolçu kimi yetişdiyi Dinamo Buxarestdə baş məşqçi kimi dönən Mister ləqəbli Lucescu burada ilk titulunu qazanır. Rumıniya kuboku. O zaman kimsə düşünməzdi ki, Lucescu təxminən 45 il, demək olar ki, son nəfəsinədək məşqçi işləyəcək və yarım əsrə yaxın müddətdə nə az, nə çox, bəzi mənbələrə görə 35, bəzi mənbələrə görə 37 kubok qazanacaqdı. Lucescu 21-ci əsrə yeni coğrafiyadan başladı. İstanbul, Bosfor sahilləri, Ali Samiyen. Fatih Terim Qalatasaraya tarixinin ən böyük uğurunu, UEFA kubokunu qazandıraraq Fiorentina'ya yollanmışdı. Sərtliyi ilə Türk kabadaylarını xatırladan Terimdən sonra sakit təbiətli, əfəndi xarakterli Lucescu'nun Qalatasarayın əksəriyyəti ipə sapa yatmayan ərköyün heyəti ilə necə dil tapacağı böyük maraq doğururdu. İstanbula gəldikdən ay yarım sonra indiyədək Türk futbolunda təkrarlanmayan uğuru qazandı. Galatasaray UEFA Superkuboku uğrunda maçda Real Madridi Mario Jardel'in qolları ilə əlavə vaxtda 2-1 məğlub edərək tarixi nəticəyə imza atdı. Galatasarayı çempion edib 2002-ci ilin iyununda klubdan ayrılmağı ilə Beşiktaşa keçməyi bir oldu. Qara Qartallara elə həmin mövsümdəcə Türkiyə çempionluğunu qazandırdı. Ondan sonra 12 illik Şaxtyor karyerası. Mircea Donetsk klubunun tarixini demək olar ki, silib yenidən yazdı. 12 ildə 8 Ukrayna çempionluğu, 7 Ukrayna Superkuboku, 6 Ukrayna kuboku. 2008-2009 mövsümündə isə Şaxtyora tarixinin ən böyük titulunu qazandırdı. UEFA kuboku. Futbolla vidası da Türkiyədə oldu. Ona doğma olan, illər öncə hər qarışında sevgi gördüyü Beşiktaşın stadionunda. O stadion ki, 2004-də Beşiktaşdan ayrılanda kompensasiya pulunu istəməyərək klubun yeni tikiləcək stadionunun inşasına sərf edərsiz deyib ayrılmışdı. Həmin pula tikilən stadionda da həyatının son maçına çıxdı. Kədərli, olduqca təsirli bir həyat təsadüfü. 81 yaşında milli komandada baş məşqçi işləyən ikinci bir mütəxəssis indiyədək olmayıb. Bundan sonra da çətin ola. Hələ 2010-cu ildə Lucescu müsahibəsində demişdi ki, artıq təqaüd yaşındayam, amma mən heç vaxt təqaüdə çıxmayacağam. Futbol mənə həyatda saxlayır, onunla nəfəs alıram. Meydanda ölmək mənim üçün ən gözəl ölüm olardı. Demək olar ki, belə də oldu. Rumıniya play-offda Türkiyəyə uzub dünya çempionatından kənarda qaldı. İnsanın əvvəl ümidləri ölür, sonra isə özü. Dünya çempionatı, ora yollanmaq istəyi bəlkə də 81 yaşında Lucescu'nu həyatda tutan yeganə qüvvə idi. Olmadı və onun zəifləmiş orqanizmi bu məğlubiyyəti, stresi qaldıra bilmədi. Slovakiya ilə yoldaşlıq oyunundan əvvəlki müşavirədə huşunu itirən Lucescu bir neçə gün Buxarestdə klinikada ölümlə çarpışdı. Son günlərində jurnalist dostuna dekabrda olduqca yaxşı idim. 3 ay ərzində necə gerilədim, necə zəiflədim, inana bilmirəm deyən Rumun futbolunun misteri, dünya futbolunda Sir Alex Ferguson və Josep Guardiola'dan sonra ən çox kubok qazanan 3-cü baş məşqçi olaraq tarixə keçən Mircea Lucescu aprelin 7-sində gözlərini bu dünyaya əbədi yumdu. Əgər sənin heç vaxt olmadığın uzaq Azərbaycanda belə yüzlərlə insan sənin yoxluğuna üzülürsə, demək arzuladığın xoşbəxt ölümlə getdin bu dünyadan Mircea. Nur içində yat, nurlu insan.